Təsəvvür et ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyək də, çox az yaşlı olarkən 5 yaşında anasını itirir. Anasını belə deyək də düz əməli görmür. Yəni belə deyək, çox uşaq olanda, körpə olanda, 3-4 aylıq olanda Məkkəyə xəstəlik yayılır və uşağın Həlimə anamıza verir ki, süt anasına verir ki, onu yedizdirsin, içizdirsin. Və bir müddətdən sonra qayıdır və artıq anası xəstə olur və anası dünyasını dəyişir. Demək olar ki, anasını görmür, həqiqətən çox az görür. Və bununla yanaşı, bunun anasına qarşı sevgisinə bax, anasına qarşı məhəbbətinə bax. De, ya Rab, ya Rabdir, icazə ver, heç olmasa onun qəbrini ziyarət edin. Allah da icazə verir. İcazə verir ki, bəli, qəbrini ziyarət elə. Görün, müşrik anasına qarşı müamiləsinə baxın Peyğəmbər sallallahu aleyhi və səlləmin. Amma bizlər, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləmi özümüzə nümunə götürmüşük, valideynlərimizlə bəzən çox pis davranırıq. Valideynlərimiz məsələn asiliyi var, fasiqliyi var, çox pis davranırıq. Amma dünyada onlarla çox gözəl davranmalıyıq. Onlarla gözəl keçinməliyik. Yəni, hikmət sahibi belə olar. Allah buyurur ki, biz Loğmana hikmət verdik. Hikmət verdi, başlayır Loğmanın sifətlərini söyləməyə. Loğman dəvətdə çox yaxşı idi. Müraciəti insanlara gözəl şəkildə edirdi. Sevərək insanlara müraciət edirdi. Və insanları şirkdən çəkindirirdi. Və insanları valideynlərinə qarşı gözəl davranmağı əmr edirdi. Və xatırladırdı ki, həqiqətən valideynlərin sizin üzərində böyük haqları var, böyük qayğıları var. Onları yerinə yetirməlisiniz. Və valideynləriniz əgər sizi şirkə, küfrə təşviq edərlərsə, məcbur edərlərsə, onlara deyir, itaət etməyin, amma dünyada onlarla gözəl davranın. Sonra Loğman aleyhissalam buyurur ki, nəsihət edir yenə, Allah buyurur, ya buney, İnnəhə intəku misqalə həbbətin min xardəlin fətəkun fi saxratin əv fis səməvati əv fil ardi yəti bihallah. İnnallaha latifun xabir. Hətta rivayətlərdə gəlir ki, əziz qardaşlar, bu ayəni tərcümə etməmişdən öncə Loğmanın oğlu deyir ki, ata deyir, bunları Allah hardan biləcək? Mən yaxşılıq etdim, yəni etməliyim. Bunları Allah hardan biləcək? Loğman əleyhissalam da deyir ki, ey oğlum deyir, ey oğulcuğum deyir, sən deyir misqal qədər pislik etsən və bu pislik dağın altında da olsa, daşın altında da olsa və yaxud səmada olsa və yerin altında olsa, Allah deyir, onu aşkar edəcəkdir. Nə edirsən et, hansı yaxşılığı, hansı pisliyi, Allah azza və cəllə onu aşkar edəcəkdir. Yəni, Loğman əleyhissalam oğluna deyir ki, ey oğlum, istər günahın böyüyü olsun, istər günahın kiçiyi nə olsun, Allah bunları qiyamət günü sənə aşkar edəcəkdir. Yəni, sənin qarşına gətirəcəkdir. Ona görə diqqətli ol.